Həm daha sağlamdılar, həm də daha çox ət və süd verirlər. Bu üstünlükləri fermerləri malqaranın cins tərkibini yaxşılaşdırmağa sövq edir. Son illərdə Qəbələ rayonunda da iri heyvandarlıq təsərrüfatları ilə yanaşı, fərdi təsərrüfatlarda da cins malqaranın sayı artır. Çox sərfəlidir. Malların sortunu dəyişdiyimizə görə bu 2 qat pul qazanırıq. Bu da bizim gələcəkdə heyvanı artırmağımıza, o vəsait bizə çox sərf eləyir. Hazırda da baytarlar fermerlərin müraciəti əsasında təsərrüfatlara gedir, malqaranı süni üsulla mayalandırırlar. Heyvan süni mayalamadan buzov sağlam doğulandan bir 10 gün sonra həmin heyvanı gedib birkalayırıq. Birkalıqdan sonra da həmin heyvanı biz təzədən kənd təsərrüfat elektron sistemə işləyirik. Və işlədikdən sonra həmin heyvana Respublika üzrə ayrılmış subsidiyanı vətəndaş normal qaydada az bir müddətdə ala bilir. Heyvandarlıqda süni mayalanma müasir kənd təsərrüfatının ən vacib texnologiyalarından biridir. Azərbaycan hökuməti süni mayalanmanı dəstəkləyir, fermerlərə subsidiya verilir və gördüyünüz kimi subsidiyalar hər heyvanın özünün ID, yəni identifikasiya nömrəsi ilə ödənilir. 15 ildir heyvandarlıqla məşğul olan Asim Orucov da bir neçə ildir malqaranın cins tərkibini yaxşılaşdırır. Bununla ət və süddən gəliri artır, üstəlik subsidiya da əldə edir. 3 ildir alıram. Alırsınız. Bəli. Bu il nə qədər olur? Bu il demək 5 dana. 5 inəyim var, 5 dana belə. Allah bərəkət versin. Süni mayalanma heyvandarlıqda genetik inkişaf, məhsuldarlıq və iqtisadi qazancın əsas alətlərindən biridir. Təkcə ötən il Qəbələdə süni mayalanma üsulu ilə 5158 buzov doğulub. Bu il buzovların sayının bir qədər də artacağı gözlənilir. Bu isə ölkəmizin ərzaq təhlükəsizliyi baxımından da çox əhəmiyyətlidir. Əli Səmədov, İbrahim Mustafayev, Rəşidə Zülfüqarova, AzTV xəbər.